Əgər sənin scrolling asılılığın varsa, hətta xüsusilə qısa videolardan asılılığın varsa, daha böyük videolara fokusunu yığa bilmirsənsə, sənə demək istəyirəm ki, sinir sistemin sözün əsl mənasında müharibə vəziyyətindədir. Bədənin özünü çox təhlükədə hiss edir, güvəndə olmadığını düşünür. Ona görə də bu tip videolar, scrollingi necə kəsməklə bağlı videolar təəssüf ki, səndə işə yaramayacaq. Çünki mən də bu vəziyyətdən keçmişəm və telefonu əlimlə yerə qoyan kimi dəhşətli dərəcədə ürək sıxıntısı gəlirdi insana və bunu biz hər hansısa bir məntiqlə yerinə yetirə bilmərik, daha doğrusu həll edə bilmərik. Bunun üçün bədənə sözlərlə deyil, təcrübə ilə, hisslərlə ona güvəndə olduğunu, həyatın, dünyanın, bədəndə olmağını, hiss etməyin təhlükəsiz olduğunu izah etmək lazımdır. Amma yenə də dediyim kimi sözlərlə yox. Bəs bunu necə edə bilərsiniz? Başlanğıc üçün səhifənin highlights bölməsində praktikalar var. Ondan başlaya bilərsiniz. Orada nəfəs praktikaları var, bədən praktikaları var. Hansı ki, bədənə güvəndə olduğunu, təhlükəsizlikdə olduğunu çox gözəl bir şəkildə hiss etdirəcək.